Çıxıb ki, baxdı ki o qadına görə indi çıxıb deyir o qadın pisdir. Mən belədir, mən döydüm, mən söydüm. Gəldi. Bax, bir qayıtdı Qurana and olsun. Bir qayıtdı belə. Bax ana, milyonlar içində səndən üzr istəyirəm. Hər şey mənim ailəmi dağılan sənsən. Mənim fikirləri qoyan sənsən. Hər şeyləri dağılan sənsən. Çıx get həyatımızdan, çıx get həyatımızdan deyən adam indi gəlib anasını qucaqlayacaq. Mən nə qədər ona inanıb, güvənib, o yerdən çıxış edə bilərəm. Bunu da görünmək lazımdır. Belə şeylərə reaksiya vermək lazımdır. Ay Arzu, mən deməm Aygün. Mən Aygün yaxşıdır sözünü dedim burada. Boş ver. Sen Yaxşıdır, pisdir özünə görədir. Mənə maraqlı deyil qardaş. Mənə neyi yalandan danışdırıb adamları kayıt elədir, paylaşır. Biraz da Şahbazov paylaşacaq onu. Biraz da Əhməd paylaşacaq onu. Milli Şok paylaşacaq. Bax paylaşırlar. Mən Aygün adı çəkmişəm. Özü bilər. Aslan da özü bilər, Aygün da özü bilər. Mənə maraqlı olan bir dənə Ceyran qalan taleyidir. Məsəla. Bildirəndə, ay qadın, ay qurbanım, siz də bir anasısınız, siz də kimsən bacısınız, siz də kimsən övladısınız. Bəli atam, bəli, düz deyirsən. Vaxtında indi pozğun dediği kadına göre anasını küçelerde koyan insan bugünkü de diyor ki ben sabah ne bilirse anasının başından oynatacağım. Ben pis söz demiş he. Demiş artist elemiyor. Yığıştırın bu problemlerinizi. Bu giz hareketlerinizi yığıştırın burada. Ben pis söz demiş he. Her yorum açır ağızlarına gelen giz yazıblar orada mən çünkü. Hüseyin ki ben neyini küzdüreceğim? Ben onun neyine pahalılık edeceğim ki? Geçen hafta gördünüz mü? Ben orada qayıtdım ki senin Aygün'ün Ceyran Anovu basıp döyüp yalan diyeceğim. Sübut elə. Gözü çıxardım. Ne bileyim ne giz danışırdı orada ağzına gelen danışırdı. Hardaydı onda oğluluk hissi. Bəli, düz deyirsən. Bir gün bu hava oynayır, bir gün bu havanı oynayır, bir gün belə eləyir, bir gün... Ben de o senaryoya uygun oynamalı ya. Ben oynayan uşaqlarına xoşum gəlir, maraq deyil mənə çünki publika işləsin. Bəzilə publika işləsin, gör kütlə kim tərəfdədirsə, onun tərəfindən çıxış eləyim mənə yaxşı komediyasını. Əsəbləşmə. Qoy mən pis olum, qoy mən ne bileyim, 200'de olun, 1100'de ama hakkı ben Allah'ın karşısında. Ne de olsa sizler bana koyabileceğiniz ne de cennetiniz var, ne cehenneminiz. Hükümet anasını, basını, vətən anadır. Hamımızın borcudur ki, bir vətən uğrunda şəhid de olacağımızdan da geçeyim. Her bir Azərbaycan, mən geçmişdə ki, benim anamı, bacımızı kim korumalı ki? Mənə də çağırmışam, mən sənə qoşunan olum. Mən geçidi, ölsünüm də ev yok, vətən sağ olsun. Bilməz axı, Ceyran xalaya lazımdır, yaxşı bir evlad, əllərini içində saxlasın. Amma ki, bilmirəm ki, həqiqətən də bu başqa arvadlı gələndə, Arzunun başına gələn, Aygünün başına gələn, həmən yazıq qızın başına gələcək, ya gəlməyəcək, ona mən garanti verə bilmərəm. Amma Ceyran xala bir ağbisi olaraq, hamımız onu küçləsi olub kömək eləmək istəyirik ki, o da bir ağ günə çıxsın. Bundan sonrası 5 il qalıb ömrü, 10 il qalıb, 15 il qalıb, 50 il qalıb, sağlam firavan yaşasın. Çıxsın Ayşe, gerek Bakıda olsun. İndi bu Bakı servi. İndi biz ne o kadar evi eşi olan insanlar var gelip Bakılarda Pelus'ta götürüp taksivatlıq eləyib ailesinde olan gelip kirayetlerde yaşayan insanlar var ki. Onda hamı Deyirsə rayona, onlar da çıxsın geçsinler rayona. O gözü görmür, kör adamdır. Gel rayonda ne inəcək ki? Xadiməçi bir gün gələcək, 2 gün gələcək. Her gün gəlmir ki. Allah deyir ki, Quran haqqı, bu bir canlıdan deyişəm. Deyir ki, bizə qayıdıb deyir ki, Quran haqqı mənim çimməyə hamamın şəraitim yoxdur. Vanlığa qoyuram peçin üstə stiləni başıma götürüb içmirəm. Zirəm bilməm cəmaat elə ki, dünəni yaddan çıxardı bugün. Xeyr, mən dünəmi də yaddan çıxardım, bugünmü də. Hadisələr də gözümün qabağındadır. Baxın, mən pis deyirəm sizə. Mən də xoşuma gəldi. Sabahlarda hazır bir çaqqalın biri gələr mənim o hərəkəti, mənim övladıma qarşı, mənim qızıma qarşı eləyər o hərəkəti, bunlar hərəkəti. Ben de gelip onun başını kesin gelip otururum içeride. Yani Aygün'ün yerine başkasının kızı olsun. Başkasının bacısı olsun. Arzu'nun yerine başkasının kızı olsun. Bak tutursan səpərli. Ben bu vicdansız olan bu eli bırakaram. Ne olanım bu eli bırakaramsa. Bunu her şeyini kabul eləmişdinsə. Bunu eğer küçelerde atacaktınsa. Bunu yarı yolda koyacaktınsa. Bunu her şeyine ne kabul edip. Hiçbir hafta değildi siz boşandınız. Sonra da çıkıp deyirsən ki, ana, ben o qadına görə araya demədiği sözler yok. Ben onu demək istəyirəm ama ürəyim partlayır. Sabah ne bilirsiniz ne gözləyir bu Ceyran xalanı veya da onu. Bu hamısı oyundur, hamısı oyun oynuyor. O aile hamısı oyun oynuyor. Ben burası Ceyran'a bir şeyliğine göre yazdım yani. Başka et şeyine göre yazdım yani. Bir gözleri görmür diyene. Şimdi hepsi, ben hakkı danışa, ben düzlü diye olanları göre. Siz 5%'ni görende ben de 100%'ni görürüm onun. Ben onları göre, ben onların yaşayışını bile. Herkes oyun hep bir gün belə danışırlar, bir gün belə danışırlar. Diləsən niye? Bir gün Aslan tərəfindəsən, ben heç birinin tərəfində deyiləm. Ben prosta hər iki tərəfdən mövqeyimi bildirmişəm. Bunun nə qədər səhvi varsa, bunun da bir o qədər səhvi var.
Heç bir ana, heç bir ata, Ayşe. heç bir namuslu, qeyrətli, vicdanlı ana istəməz ki, qızının başına o işlər gəlsin. Dünən nə deyirəm ki, baxın, Almaniyadan təklif gəldi. Mən heç şeyə baxılım yoxdur, qurban Allah. Mən hər şey Allahdan istəyirəm. Almaniyadan təklif gəldi. Mən hər bir şey gedib işləyərəm də. Mən üçün iş ayıb deyil. Fəhlədə işləmişəm, Suragada işləmişəm, Kraskavuran da işləmişəm, Hambal da işləmişəm, nə bilim, Zirzibil də daşımışam. Ayıblığı yox, şöyle kazanırım ben bunu. Moskva geldi getmedi. Türkiye geldi getmediler. Almanya geldi getmedi. Ben de ona hesaplaşıyorum ki bu kadar insana değer verirsen, bu değeri değerlendirmeyirsen adam yanıb yaxılı tökülür ki biz de 10 gündeydi. O işi bir nefer buradan olana Aysman'a ver, Hüseyin'e ver, mesela Arzu'ya ver, Aygün'e ver. Ne bunlara ver, bunları değerlendirirsinler de. Daha öyle bu adam yanıb yaxılır ki bunlar söyleyen de bunlar her mükafat adamdırlar bunlar. İnsanların problemini heç kəs bilmir. Düzdür? İndi o demek değil ki bunun bu görsənmirsə, bu xoş kimlərsə ya mən bu görsənmirsə fillərdə vaxtıkən görsənib də ay üzr bir dəfə görsəndi, 10 dəfə görsəndi. Bunun nə fərqi var ki? Burada görsənib ayıblıq eləmir, təbliğ pozğunluq eləmir, pislik eləmir. Bunun nəyini şey eləyir ki? Yani problemlerimizle bağlı. Yok biliriz. Yok. Kimse gelip göstermiyor. O demek değil ki bu problemsiz yaxşı adamı. Hayır. Herkesin evinde ben çok şeyler inşallah açılanda her şeyini görecek kim yaxşıdır. Ben olduğum kimi ya. Bazıları kimi publikaya, replikaya, ne bileyim komentarları işlemirəm ki kimse bu kiməsə dəstək olursa ben gelip o tərifliyim şeyliyim. Qoy mənə yaxşı yorum yazsınlar. Hayır. Bu pissə günahkar da ben onu həmişə günahkar çıxardacağım. Ayşe bir de Günahkarlığını bilməlidir. Çünki səhv olur mən onu dəstəkləyib qaldıra bilmərəm dağ başına. O demək deyil ki, yox. Sən arvadı göstərsən ki, o yaxşıdır bu pisdir. Xeyr, arvadını göstərməyəm, bir dəqiqə. Arvadını göstərməyə qədər insanlar görə ki, o arvadı hər gün işlət görür. Yəni o qədər görmüş ki, arvadı göstərmir, amma oyunlar açıq göstərir, təzyiq göstərir. Çox şeylər görmüş, el ailələr. Sizə Allah. Göstərməm o demək deyil ki, superdir, mükəmməldir. Deyir, sizə 200'lü oynayır. Bu ne kadar kişiye sıkıştınız ki? Artık o kadına göre anasını küçelere atan adam, kapılarda atan adam. Kur'an'a andos Atibe'nin şoförü de teskile bile. Ceyran kalaydı, ben de mübarek de gazeteler götürmeye gelmiştim. 10-15 gün bundan kabak. Birbirimize geldim ha. Ay Hüseyin gördü. Gördüm Ceyran kala ağlaya danışır. Ay Hüseyin yağışlı havada, demirəm ama insandır. Hiç kes bilmirsə bu. Yağışlı havada bayırda kalmışım. Qurbu. Düğme canın başı öz evinde. Ben Əhmədliyəm. Sen gel Nurlan'a diyeceğim götürsün seni. Ben gel götüreceğim Nurlan giden seni. Bu şeyden sonra ben necə onu reaksiya edeyim? O vaxtı anası pis idi, o pis yaxşıydı. Anası atmış yüksələrə. İndi ne biliyoruz ki? Getdi bir tane sütürlü bir kız aldı. 22 yaşında cavan, göyçək, yaraşıqlı geldi. Yani anası hansı akıbət gözlüyü bilinmir.